Böyük qayıdış prosesi çərçivəsində bu mərhələdə Ağdamın Kəngərli kəndinə daha 50 ailə və ya 207 nəfər sakin yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İllər sonra yurd yuvalarına geri dönən sakinlər hiss və həyəcanlarını əməkdaşlarımızla bölüşüblər. İzləyək. Qarabağa böyük qayıdış prosesi davam edir. Bu dəfəki ünvan Ağdamın Kəngərli kəndidə 207 nəfərdən ibarət sakin mənzil başına çatmaq üçün yola düşəcək. Ağdamın Kəngərli kəndinin sakinləri qayıdışın təəssüratlarını belə dilə gətirdilər. Çox acınacaqlı vəziyyətdə çıxmışdıq. Çox keçilməz yollarla, piyada, maşınları dağla daşla sürə-sürə elə çıxmışıq. Yenə də min şükürlər olsun bu günümüzə. Çox sevinirik, sevincimizin həddi hududu yoxdur. Ailə üzvlərimlə, övladlarımla, yoldaşımla gedirik öz torpağımızda yaşamaq. O hissi demək olmur ki, o hiss çox gözəl hissdir. Kəngərlilər deyir ki, el-obaya qovuşmaq sevincinin ifadə edilməsi bir qədər çətin, əvəzsiz duyğudur. Gənc yaşında yurtlarına geri dönənlərlə yanaşı, ömrünün axıl çağında doğma torpağa qədəm qoymaq sevincini yaşayanlar da az deyil. Bundan sevməli nə ola bilər ki, şükür Allaha olsun ki, bugün vətənimə, Kəngərliyə, Pirəsənin Kəngərlisinə, Ağdam'a, Qarabağa qayıdıram. Həmişə fəxrləndim ki, mən Qarabağlıyam. İndi 75 yaşında qayıdıram ora. Bəxtən 3 qızla gəlmişdim, oğlum yoxdur. Şükürlər olsun, hardasa o nəvəm var. 32 ildir çıxmışıq, indi də qayıdırıq vətənimizə, Allah heç kəsi vətənsiz eləməsin. Doğma torpağımıza qayıdırıq. Bilirsən, mənim üçün har olur olsun, öz vətənimdən yoxdur yaşardı. Qeyd edək ki, Ağdamın Kəngərli kəndinə birinci mərhələdə 1279 nəfərin köçürülməsi nəzərdə tutulub. Şəhərin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci ilin oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub və 2544 nəfər üçün planlaşdırılıb. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Onu da qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 40 mindən çox insan yaşayır.